Azerbaycanlı mangakalar serverımız açılmıştır. Açıklamadaki linkten gelebilirsiniz. Antep baklavası nasıl yenir biliyor musunuz ha? Hayır. O zaman öğreteceğiz. Manga usulüyle. Atın intikamı. Yeah. Başladın mı kayda? Video başlayalım o zaman, sen sualları sor, ben cevaplayayım. Bro, mən sənin atdığın o PDF-dəki manganı biraz oxudum. Yəni manganın hekayəsini, skriptin. Ha. Açıq deyəcəm, heç nə başa düşmədim. Yəni zəhmət olmasa hekayədən biraz bəhs edə bilərsən mangakanın. Hikaye budur. Sümük ermesi olan bir oğlan bacısını itirir. Bu bacısını itirmesinin sebebi de bir polis bir saytıdır. Zengin insanlar pul verir bir aktı elemek için ve insanlar da o pul karşılığında o aktı edir. Ve bir polis de metrodaki rastgele birisini öldürmek için bu aktlardan birini kabul edir ve gedir oğlanın bacısını öldürür. Ve polisin başına hiç ne gelmir. Devlet onu koruyur, devlet onu saklayır ve ana karakter buna deli olur. Yani çıldırır ve internete İntiqam hekayəsi. İntikam hikayesi ama polisten yok, devletten ve toplumdan intikam hikayesi. Bu gedir devletin veri tabanını hackleyir. Bu oğlan boş vaxtlarında internette milleti trolleyir, balaca saytları hackleyir. Yani zevk için kaos yaradan bir uşaqdır. Ve bu ne tür edirsə devletin veri tabanını hackleyip bu polisin Instagramını falan tapır. Gedir Instagramından balaca uşağa tehdit mesajları yazır. Yani ben seni belə yazacağım falan filan. Sonra bunu raport eləyir. Raport elədikdən sonra görür ki yine bu pedofiliye rağmen yine bunun başına bir şey gelmir ve artık deli olur. Ve deyir ki bu elin üstünde nedir? Bu adamın üstünde bir el var ve ben o eli qıracağım. Tam o anda kompüterinden bir ses gelir. Biz onu beraber qıracağıq Silas diye. Ve o anda fark edici oradaki tek hacker o değilmiş. Verem adlı Vortex Inc.'in sahibi bunun kompüterini hackleyipmiş ve deyipmiş ki sen bize katılasan da bunu deyipmiş. Ve deyir ki neydi lan? Kapının qabağında SWAT ünitləri var ve birazdan senin qapından içeri girəcəklər. Üst diliyimdə tullan pəncərədən. Elə 1, 2, 3 deyən kimi SWAT ekipləri içeri girdi, bu pəncərədən tullandı, düşdü kamazın içine. Kamazın içinde de bir tane siyahi adam oturup ve ona iğne injekte ederek onu bayıltır. Niye siyahi? Çünkü bu biraz daha sessiz bir karakter, daha stealth. Ona göre. Stealth bir karakter olduğu için onu siyahi ettim. Sonra gözünü atır, harda atır lan? Vortex Inc.'in headquarters'ında atır ve Verem karşısında oturur. Deyir ki sen bize katıl, sen dünya üçün balaca ama bizim üçün böyük bir hacker olabilirsen daha. Ve deyir ki ben size niye kömək etmeliyim? Deyir ki ayağa bak, ayağı şeyden düşerken kırılıp. Zar kabul etti. Bro, həqiqi hekayə diqqət çəkicidir. Mən maraqla gözləyirəm sənin manganı. Ki Azərbaycanda da bu manga tutarmı bilmirəm. Çünki bilirsən Azərbaycan cəmiyyətin. Ancaq xaricə açılsan mütləq tutacaq, ondan əminəm. Mən də maraqla gözləyirəm manganı. Bir şey soruşacağım. Bu şəkil çəkmək üçün planşetlər var. Ondan varındı yoxsa kağız mı? Bu ay alacağım. Hə, inşallah bro. Aslında bu hikaye bana ilham eden biraz da Azerbaycan'da karşılaştığım polisler olup həmişə heç vaxt mənim haqqımı savunmayıblar, həmişə başqa insanları. Mesela bir dəfəsində metroda otururdum, tamam mı? Qadın gəlib məndən yerimi istəyirdi. Belə cavan da qadın idi, heç bir eksikliyi olmayan. Gəlib mənə yerimi istəyirdi, mən yerimi vermirdim deyə kavga çıxartdı və polislər gəldi məni götürdü, apardı karakola. 28'de olmuşdu bu olay. Yəni bu polislərin tanımazlığı məni dəli eləyir də. Belə bir şeyin də ilham olmağı nə bilim, ironik. Məni tutub aparacaqlar. Bro, buraları sansürlə 100%. Paylaşma buraları. İkimizi də tutub aparacaqlar. Tamam. Bro, mən də mangaka olmaq istəyirəm, sözün düzü. Belə şeylərə də dəhşət həvəsim var. Ancaq şəkil çəkməyi məsələn sən necə öyrəndin? Hardan öyrəndin və yaxud hansısa məktəbə, kursa falan getdinmi, yoxsa evdə özün YouTube'dan falan mı öyrəndin? Belə deyim də, uşaqlıqdan bəridir mən oyun kartları düzəldirəm. Öz karakterlərim, OC-lərimi yaratıram və onları oyun kartı eləyirdim uşaqlığımda və şəkilli kitablar düzəldirdim. Manga yox, şəkilli kitab düzəldirdim vaxtımda. Minecraft karakterləri falan içərən. Ondan sonra get-gedə mənim ağlıma bu komik yaratma, manga yaratma fikri gəldi və bir şeydən denəmə elədim. Birincisi ilk scraplədiyim hikayə idi. O attım yəni bütün hikayəyə, artıq davam etmirəm. Ondan sonra Soren Kierkegaard'ın hikayəsi və Soren Kierkegaard'dan sonra Sayva Sadoma hikayəsini elədim və indi bunu davam etdirirəm. O İlk 3 tamamen ilk 3 yox, danışamıram. Birinciyi scrap elədim, attım, onu artıq davam etməyəcəm. Ondan sonraki 2-yi davam edirəm amma hikayə olaraq onları sonra da manga eləyəcəm və 4-cü olaraq da bunu davam etdirirəm şu an. 2 bölümü qurtardım və 3-cü bölümü çəkirəm. Bir də mənə çox maraqlı gələn şeylərdən biri, ilk oxuduğum manga hansı idi? JoJo's Bizarre Adventure. JoJo's. Məndə yəni yaxşı bir seçim olmadı, Berserk oldu. Biraz pis başladım mangalarla.
Yəni həqiqi həm də yaşım da biraz uşağı idi onda. Amma ondan sonra da əl çəkə bilmədim mangalardan. Həvəsim də dəhşət artdı. Sonra biraz manhwa oxudum mən. Yo, mən manhwa oxumamışam. Əslində mən də oxudum amma sevmədim. Məsələn, Omniscient Reader's Viewpoint belə uzun bir ismi olan bir dənə şey və Lord of the Mysterious belə 2 dənə bir manhwa oxumuşdum amma pek ilgimi səymədi mənim. İndi hekayədən davam edəcək olursaq bu oğlana bir ekip verilir. Deyək ki, sən bunlar ekibi davam etdirəsən, çətinliklərdən ağlınla operatörlük edəsən də yəni bunlara. Və onlardan birisi 3 qollu bir dənə mutant olan mafiyadan qovulub əslində. Çünki qarşı mafiyanın qızı ilə qaçıb bu ölkəyə və qızı öldürüblər. Bu qaçıb, mafiya hələ onun peşində. Bir dənə çor siyahi, çor siyahi. Yenə. Bir dənə yarı meymun insan, əslində spoiler oldu bu yarı meymun olduğu. Amma laldır. Danışmağı isə əldivənlərlə istifadə eləyir. Məsələn, işarət dilini səsə çevirən bir dənə əldivəni var. O əldivənlər sayəsində danışır bu lal yarı meymun. Bir dənə də Meksikalı var. Daha fazlasını deməyə gərək yoxdur. Bir dənə də qolu ilə gözü olmayan savaş ustası bir dənə adam. Yəni bunlarla bərabər uyumlu bir ekip qrup görevləri tamamlamalıdır bu oğlan. Yəni necə uyumlu bu ekipdən? Ekipdə o qədər qarmaşıq insanlar və qüsurlu insanlar var ki, bunları uyumlu eləməlidir. Başa düşdüm. Yəni Yaponiyada olsaydın uçağa mangaka olmuşdum bro. Sanırım. Hatta ana karakteri bu işi verən o qədər görür ki, ana karakterdəki potansiyeli, o qədər imkansız görevləri tamamlayır ki, artıq deyək ki, mən bunu başqa bir takımdan dəyişdirmək istəyirəm, daha professional bir takıma vermək istəyirəm. Bu soyğuncu kültürü bütün şirkətlərdə olan bir şeydir. Hər şirkətin öz soyğuncu qrupu var. Bu ekipdəkilər onlarla da qarşılaşır bəzən, hətta qaçırılır bəziləri falan filan. Və bu Silas'ın ana karakteri ekibini öldürmək istəyir Verəm. Və Silas da şey deyir, imkansız görevləri Verəmin sırf karakterləri öldürmək üçün verdiyi görevləri elə zəkası ilə qurtarır ki, həyatı pahasına bu karakterləri qorumaq istəyir Silas. Bildim bro. Hekayənin temel gedişatı budur indi. Başa düşdüm. Həqiqi diqqət çəkicidir. Mənim diqqətimi çəkdi. Yəqin ki, shonen tipində olacaq da. Seinen olacaq. Ağır olacaq biraz hekayəsi. Hə. Bro, yəni məndən mangalara böyük ehtimalla çox həvəsim var. Məndən də çox manga oxumusan böyük ehtimalla. Yo, çox manga oxumamışam əslində. Çox az oxumuşam əslində. Yenə də top 5 manga sənin üçün. Bilmirəm. Kengan Ashura deyə bilərəm. JoJo's Bizarre Adventure deyə bilərəm. Başqa nə deyə bilərəm? Bax, mən məsələn JoJo oxumamışam. Heç animesinə də baxmamışam. Çox böyük şey qasırsan. Çox böyük şey qasırsan. Amma istəyirsənsə Part 7-dən başlaya bilərsən mangasına. Part 1 ilə 6 arasını sonra da oxuya bilərsən. Ha? Əvvəlki hekayələrin əlaqəsi yoxdur. Part 7-dən sonra elə bil ki, hekayə sıfırlanır Part 7-də. Yəni Part 7 sonrası ayrı seridir. Part 1 və Part 1 ayrı seridir. Bildim. Animesi yoxdur. Animesi var ya, amma çox gec gətirirlər şeyi. 1-2 dənə bölüm yayımlayıblar deyəsən. Netflix-ilə əlaqəli bir şeydir, eşitmişdim deyəsən. Hə. Hal-hazırda oxuduğum manga yoxdur onda. Yox. Mən hal-hazırda Claymore oxuyuram. Şeydən görmüşdüm. IDK Doukan var, Türk kanalıdır, anime kanalı. Kim tərəfindən? Norihiro Yagi. Not etdim, burada oxuram. Rom, bir də səndən bir şey soruşacağam. Chainsaw Man-i bilirsən? Yes, mangasını oxumuşam da heç. Yəni bitirmisən də ümumiyyətlə. Asamitaka olan mangasını oxumamışam. İlk çıxdığı vaxtlarda mən şeyi oxumuşdum, Chainsaw Man-in ilk arkı. Yox, finalı haqqında sual verəcəydim, yaxşı oxumamısan da. Rom, bəs şəkil tərzini bəyəndiyin mangalar var? Bleach'in şu nətər deyirlər bu dildə lean olan body proportionlarını çox sevirəm və JoJo'nun üz çizimlərini çox sevirəm. Mən də Bleach heç xoşuma gəlmir də mənim. Animesini yəni bitirə bilmirəm. Mən də bitirəmirəm onsuz. Çox qəribə gəldi. O əsasla teğmenlərin olduğu yerlər. Çox uzun çəkir niyəsə. Döyüşləri çox uzadılar. Yəni tez bitirə bilərlər. Amma işte TV serisi olanda belə olur. Məsələn, Jujutsu Kaisen o yöndən yaxşıdır məncə. Jujutsu Kaisen'in 2-ci sezonu ilə sonrakıları izləməmişəm bu arada. Yo, 3-cü sezonda mütləq bax məncə. Ona vaxtım olmur əslində. Yəni bütün günüm mən rəsmlə uğraşıram və ya Terraria oynayıram. O hansı oyundur? 2 boyutlu Minecraft. Oğlum, sənin vermək istədiyin sual varmı ümumiyyətlə? Azərbaycanda bu manga sektorunu da gəlişdirə bilərik. Məncə yolu yoxdur. Yəni illa yurt dışına alışılmamız lazım. Bəs Türkiyə? Məncə hə. Türkiyədə məncə var. Kütlə var. Yəni türk mangalar da mən 1-2 oxuduğum var. Adları yadımdan çıxsa da. Məncə Türkiyədə yaxşı olar. Məsələn, manga düzəltmək. Bu arada Dungeons and Dragons oynamısan masaüstü stol oyunu? Yo, oynamamışam. Ona bənzər bir dənə oyun düzəldirəm mən, stolüstü oyun. Hətta öz evrenim var. Dur, hətta SS-ini atacağım. Rom, maşallah, sən nə ilmişsən? Bayağı manga, masaüstü oyun. Hatta dijital oyun da, asimetrik qorxu oyunu da düzəldirdim də, onu tapamadım mən, kodur tapamadım. Kodur, hə. Öz fantazi dünyamı qururam. Öz fantazi dünyamı da
stol üstü oyuna çevirirəm. Dostların falan oynayırsan onu, o hazırladığın oyunu. Ya görüblər. Dostlarım yoxdur, problem odur. Türkcəmdən ingiliscəmin daha yaxşı olmasının səbəbi Azərbaycancadan. Azərbaycanda heç vaxt dostum olmayıb mənim realda. Ona görə həmişə sanalda insanlarla danışa-danışa dillərimi gəlişdirmişəm və Azərbaycancam ikinci planda qalıb. Onda siz Azərbaycanda olmamısınız da əvvəl. Yo, Azərbaycanda keçib mənim ömrüm. Bildim bro. Mənim də dostum yoxdur. Nə yapacağız belə? Alone life. Bəlkə bu video tutsa əgər eləyə bilərik. Çünki yaxşı bir thumbnail fikrim də var. Öz manqamdan bir dənə paneli rəngləyib eləyəcəm thumbnail olaraq. Sənə ataram, sən yükləyərsən öz kanalıma. Ha, olar bro. Zaten post paylaşacağım. Sənə demişdim də shorts da paylaşacağım. O ikinci anime kanalımda. Okay. Hə. Bəs ailən nə düşünür sənin belə mangaka olmaqla əlaqədar? Pozitiv, yəni bir qarşı çıxdıqları yoxdur və deyirlər ki, əgər bitirsəm sap üçün kömək eləyərlər dedilər. Hətta bizdə təəssüf ki, çox tərsinədir. Həm YouTube baxımından, həm də manga baxımından. Hətta atam mənə YouTube-a davam elə deyirdi. Mən YouTuberdım, 2 il YouTube elədim. Atam mənə deyir ki, davam elə, amma sonuç gəlmədiyi üçün buraxdım mən YouTube-u. Məncə davam elə bro. Mən də tövsiyə edirəm. Kanalında da gördüm, həqiqətən əyləncəli bir tərzim var. Məncə davam etməliydin. Amma yəni, Türkiyədə... nətər tutacaq? Yo, tutacaq məncə. Mənim də əvvəllər çox kanalım olub. Yəni hələ də tutmayıb yaxşı kanalım, amma tutacağına əminəm. Terraria kaydı almışam, amma onu video eləyəmi bilmirəm. Məncə elə bro. Tamam, baxalım artıq bu videodan sonra eləyərəm. Mən istədiyim vaxt mənlə də video çəkə bilərsən. Onsuz da təkəm. Okay. Yəni. Bir dəqiqə, başqa nə danışacaqdıq? Notlara baxım. O soruşacaqdım mənə. Yəni manga hazırlamaq tərzi necə keçir, o vaxt necə keçir? Gününün bütün günü 1 saat, 2 saat, ya nələrə diqqət edirsən? Birincisi 1 saat, 2 saat deyə çox fazla çəkir bu səhifələri yazmaq. Birinci bir dənə kağız alıram, A4 kağızı və oralara qaralama eləyirəm. Senaryoyu oxuya-oxuya panelləri qaralayıram ki, bu burada olacaq, bu belə görünəcək falan filan. Ondan sonra başqa bir A4 kağızı alıb onu çizməyə başlayıram. Birinci panelləri çizirəm, sonra karakterləri çizirəm, sonra arka planları çəkdikdən sonra bubble'ları, text bubble'larını ekləyirəm. Və xarakterləri çəkərkən, məsələn, hansı mangalardan ilham alırsan? Bir karakter yaradarkən. Karakteri yaratarkən mən yuxularımda gördüyüm kişiləri. Dur, hətta şəkli mən çəkdim. Sonra yapay zəkaya atdım ki, bunu rəngləndirsin, oyun karakteri kimi göstərsin. Zaten görünüşlərindən bəlli olur. Dəqiqə. Yəni tasarımları tamamilə mənə aiddir bunların. Hamısı əladır bro. İsimlərini Shadow Dog falan yazma, adları Shadow Dog falan deyil. Özü qoyub yapay zeka bunların adını. Bildim. Bəs yaxşı, kritik bir də sual soruşacağam səndən. Manga hazırlayarkən ən çətin hissə nədir? Arka plan və maşın kimi şeyləri çizmək. Və özəlliklə bu Dark karakterini çizmək. Dark karakterini çizmək ən çətin qismdir. Niyə? Çox fazla detay var. Məsələn bro, bu YouTube-da falan mangaların haqqında danışmısan? Mən falan manga hazırlayıram, yox, ya manga hazırlamaq kimi fikrim var. Yox. Bəs AI mangalar haqqında fikrin nədir? Əgər hekayəsi yaxşıdırsa ola bilər, amma hekayəsi belə AI-dırsa və rəsmlər də AI-dırsa o zaman problemdir. Zaten burada ilk satan şey, mangaları satan şey əsas hekayə olur. Ondan sonra görüntüdür. Məsələn, Van'ın One Punch Man elədiyi zaman hatırlayırsan, çox bərbad idi çizimləri, amma hekayəsi sayəsində tutdu yəni. Yəni əgər hekayən varsa və hekayənə güvənirsənsə, AI ilə bir köməkləşə bir iş düzəldə bilərsən. Yəni hal-hazırda Azərbaycanda manga sektoru bəllidir, yəni demək olar ki, yoxdur. Yes. Səncə Azərbaycanda manga sektoru gələcəkdə necə olar? Gələcəkdə hər şey getdikcə modernləşdiyi üçün məncə yenidən yaranar. Çünki əvvəllər animeyə baxanlara da pis baxırdılar. İndi yavaş-yavaş amma animeci olmaya başlayır yavaşdan. Və getdikcə bu mangayı da sıçrayacaq. Səncə manga yoxsa anime, bro? İkisinin də özünə özəl yanları var. Çünki animedə məsələn boş şeyləri skipləyə bilmirsən. Biraz keçirsən bambaşqa bir səhnə gələr. Amma mangada baxa-baxa gözünü fırlada-fırlada keçə bilirsən. Bu yaxşı yerdir. Amma manganın bəzilərində rənglər olmur və səs effektləridir, müzik də, özəlliklə müzik çox önəmlidir bir duyğuyu verməkdə. Amma əgər bir manga müzik olmadan belə duyğuyu yaxşı verirsə, o manga zaten sənət əsəridir. Yəni əgər təməl səviyyədə anime, təməl səviyyədə, amma professional səviyyədə manga. Məncə də. Məncə də manga, yəni oxumağı da çox xoşlayıram. Yes. Bəs ən xoşladığın, yəni sənə ən çox ilham verən manga hansı idi oxuduqların arasından? Manga yox, vizual novel Steins Gate. İndi eşidirəm, bir dəqiqə yazım bunu. Steins Gate. Yəni animedir bu. Animedə, amma ilk başlarda vizual novel idi. Rezero kimi. Vizual novel şey. Bu arada Rezero'ya baxmışsan? Baxmışam. Danganronpa bilirsən, o kimi bir vizual novel. Yo, bilmirəm. Nətər başqa örnəyini verə bilərəm mən. Yəni görsel roman. Bildim bro. Okay. Başqa bir dəqiqə. İlk izlədiyin anime bro. Yəni bu anime mangası ilə ilk tanışıqlığın. Tsubasa.
Uşaq vaxtı Məndə oldu. də Tsubasa, amma mən bilmirdim. Onu bilmədikdən oldu. sonra Tokyo Ghoul. Onu saymasaq Tokyo Ghoul. Məndə Monster idi deyəsən. Hə, Monster idi. Onunla başlamışdım. Bu arada Brom, bu mənim şəxsi sualımdır. Mangalarında fəlsəfi cəhətlərə fikir verəcəksən, yoxsa Bu manga zaten fəlsəfi idi. Toplumun bir insanın nə tərz zərər verə biləcəyini sual verir. Yəni Silas topluma nifrət edir. Çünki toplum dövlətə oy verib və dövlətin aldığı oy da onun bacısını öldürür və bu yüzdən deyir ki, mən toplumu öldürə bilərəm. Çünki bütün toplum dolaylı yoldan bacımın ölümünə səbəb oldu. Bu fəlsəfi bir baxış açısıdır məsələn burada. Başa düşdüm, amma bu hekayə biraz, nə bilim, niş bir kütləyə hitap edir məncə. Zaten bu Səncə tənqid olunmasın bu manqadan? Çox fazla hakaret edəcəklər bu manga yüzündən mənə və s. Amma bundan başqa daha mənim 4 dənə daha hekayəm var. Hə, başqa hekayələrin də var. Məsələn, bir dənəsi qızıl vəba xəstəliyi adında bir xəstəlikdir və bu xəstəlik birisinə məsələn zərər verdiyində o və zərər verdiyin kişi, şiddət elədiyin kişi o xəstəliyi qapır və bu xəstəlik getdikcə sənin bədəndə çiçəklənməyə səbəb olur. Bədəndə çiçəklər açır sənin kişiliyinə görə. Yəni karakterin nə tərdisə sən, kişiliyin nə tərdisə o bədənində açan çiçəklər də ona uyğun çıxır və sənin getdikcə fərqli yaratıqlara dönüşdürür. Bilinçli və zehni olan amma şiddətə bağımlı bir varlığa dönüşür. Yəni zombi kimi bilinçsiz bir şey yox. Bilinçlisən amma şiddət istəyirsən. Yəni bir hekayən yoxdur da manga ilə əlaqədar. 5 dənədir. Çox manga var ağlımda. Yes, 5 5 dənədir. dənə. Bəs personajları necə yaradırsan? Sadəcə yuxulardan yoxsa necə? Yuxularından? Mahnı dinləyirəm məsələn, mahnı dinləyirəm, başımda canlanan şeyləri eləyirəm. Məsələn, yapay zəka ilə mahnı düzəldirəm, mən onlara qulaq asıram. Öz düzəltdiyim yapay zəka mahnılarına qulaq asıram genəldə mən. Onları dinlərkən xəyalımda qurduğum görsəllər mənə bu karakterləri sonuç yaradır. Mən də xəyal qurmağı çox xoşlayıram, Brom, sözün düzü. Ancaq məndə biraz təhlükəli cəhətlərə də gedir. Çünki bir dəfə məktəbdən səhv eləmirəmsə evə gələndə xəyal qurduğum yerdə az qalsın maşın belə vururdu. Yəni o qədər diqqət dağınıqlığı var biraz məndə. Bir də məndə Asperger avtizm sindromu var. Bir də ADHD diqqət dağınıqlığı da. Bu avtizm mənə verdiyi bu süper güc kimi bir şeydir, yaradıcılıq. Bütün avtizmlərdə sinesteziya xəstəliyi olur. Sinesteziya şeydir. Gördüyün bir şey sənə səs olaraq eşidilə bilər, səs olaraq eşitdiyin bir şey sənə görsel olaraq gələ bilər. Bu yüzdən dinlədiyim bütün mahnılar məndə görsel olaraq gözümün önündə canlana bilir bu avtizmin gətirdiyi sinesteziya xəstəliyi sayəsində. Onda mən də xəstəymişəm. Bəlkə. Ola bilər. Zaten 40 uşaqda biri avtizmlə doğulur onsuz bu son vaxtlarda. Səbəbi Allah bilir. Hə. Sən nə Başqa deyirsən? sualım Brom, hədəflərin. Başqa sualım, sən manga çizməyə nə vaxt başlayasan? Mən hələ ki YouTube-dan baxıram, yəni şəkil çəkməklə əlaqəli. Uşaq vaxtlarından şəkil çəkirəm, ancaq ki məncə manga yaratmaq üçün professional dərəcədə biraz bilmək lazımdır. Mən professional bilmirəm. YouTube-dan məsələn Mən professional bilmirəm amma başlamışam və ilk səhifə ilə son səhifəyə baxanda görürəm ki, bu manqayı çizmək mənə yetenəyimdə gəlişdirir. Bu manqayı çəkmək. Məncə sən də başla. Çünki manqayı çəkdikcə sizin kvalitet gələcək. Bir də hədəflərimdən bahs etmişdin. Hədəflərim şu an manqayı yayınladıktan sonra və oyun yayınladıktan sonra biraz pul qazanıb öz animemi və ya öz filmimi yaratmaq. Ondan sonra öz oyunlarımı yaratmaq. Yəni çox fazla planladığım iş var. bildim Brom. Yəni bu büdcə Azərbaycanda qarşılanarmı bilmirəm, amma sənə uğurlar arzulayıram. Thank you. Yəni biraz çətin olacaq, amma bacarmaq da olar məncə. İstəsən hər şeyi bacarmaq olar. Mənim də fikrim budur. Mən daha çox YouTube cəhətində bir şeylər planlamışam. Görək. Ki bu videodan sonra bir server açacağam, Azərbaycanlı mangakalar adına server. Bəlkə bir ekip qurarıq oradan. Olar, niyə də olmasın. Mənim yəni ətrafımda belə manga, anime söhbətlər eləyəcək heç kimim yoxdur. Heç şəkil çəkməklə də əlaqəli bir insanlar yoxdur. Məni uşaq olaraq adlandırırlar şəkil çəkəndə. Amma mən fikir vermirəm. Bəlkə bu video sayəsində o istədiyimiz kitləyi tapa bilərik. Bəlkə də. Sözün düzü mən Razer Spy kanalını ona görə açmışdım. Yəni bir kütlə də tapdım orada. Amma telefondan videoları hazırladığıma görə biraz çətin oldu. Ona görə 2 kanal idarə etmək biraz yorucu oldu. Buraxdım mən də o kanalı. Bu videonun editini mən həll edəcəm zaten, daha kolay bu iş. Çünki 2 ildir mən bu işi həll edirəm. Bildim bro. Tamam, o zaman başka bir şey kaldı mı soracağınız? Məncə yox. Yəni hər şeyi danışdıq. Umarım kayıtta bir şey yoktur, sorun. İnşallah. Hadi o zaman kapıyorum kaydı. Sana da bay bay. İyi günler, iyi eğlenceler. Bay bay. Adios. Videoya like atmayıp abone olmayanı gondikleyeceğim.